Azərbaycan Respublikası təhsil haqqında qanun 47 maddədən ibarətdir. Bunun neçə maddədən ibarət olduğunu bildinizmi? Neçə maddədən Bəli. ibarətdir? 47. Bunu unutmayın, bəli. Amma biz deyirik ki, Azərbaycan Respublikasının təhsil haqqında qanunumuz, yəni konstitusiyamızın neçənci maddəsində əks olunub? Siz 42 onu 42-ci maddəsində. hə? 42-ci Ay, maddəsində. bəli, çaşmayın Məryəm xanım. Yəni qarışdırmayın da bir sözlə. Yəni Azərbaycan Respublikasının təhsil haqqında qanunu konstitusiyamızın 42-ci maddəsində əks olunub. Bu başqa şeydir. Təhsil qanununun 47 maddədən ibarət olması bu başqa şeydir. Yəni bunları qarışdırmamağınız lazımdır. Niyə də qarışdırasınız? Bir dəfəlik yadınızda saxlayın, o dəftərə yazın, o vərəqə yazın, nə bilim. Elə eləyin ki, unutmayasınız da. Yəni unudulmasın. Əziyyət çəkib sən onu öyrənirsənsə, niyə sərf öyrənəsən, niyə nətər deyim, yanlış öyrənəsən, niyə yanlış yadında saxlayasan deyilən şeyi, keçirilən şeyi, oxunan bir şeyi. Ona görə də çalışın ki, yadınızda dəqiq saxlayın. Yenə də deyirəm, dərsə niyə qoşuluruq? Sual-cavab niyə veririk? Öyrənmək üçün də. Sual-cavabdan çəkinməyin. Qoy olsun, siz səhv deyin. Baxın, məsəl üçün, Məryəm xanım burada bu sualı mənə verməsəydi, deməli, bu öz fikrində bunu başqa cür yadında saxlayasıydı. Ona görə də səhv də olsa siz dinlənin oradan. Yəni sual-cavab etməkdən çəkinməyin, qaçmayın. Biləndə bilərsiniz, bilməyəndə hansısa yoldaşınız deyər, yoldaşınız deməyəndə mən deyərəm. Yəni burada nə var ki? Deməli, təhsil qanunundan biz ilk keçmişdik. Maddə 3-də hansı nədən danışılırdı? Prinsiplərindən. Nəyin prinsiplərindən? Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən. Hər zaman dərsi öyrənəndə, testdə sualını cavablandıranda sualı nədən danışılıb, çox diqqətli olun. Yəni, dərsin adı nədir, çox diqqətli olun. Ona görə də əgər siz diqqətli olsanız, daha yaxşı biləcəksiniz. Kimsə qəbul edin. Bir dəqiqə gözləyin. O qəbul qoşulandan sonra bir dəqiqə dayanın. Təhsil sahəsində dövlət siyasətinin əsas neçə prinsipi var idi? 10 dənə. İlk dərsimiz təhsil haqqında qanundur. Maddə 3 idi. Deməli, burada 10 prinsipdən danışmışıq. Mən demişdim sizə qırmızı ilə yazılıb deyə, çıxarın deyə. Açar sözlər orada görə bilərsiniz də. Sayın müəllim. Buyurun. Humanistlik, demokratiklik, bərabərlik, keyfiyyətlilik, səmərəlilik, milli dünyəvilik, inteqrasiya, liberallaşma, varislik, dəyanətlik. Faydalı və son nəticə istiqamətlənən deyənə nə başa düşürsünüz? Səmərəlilik. Bütün vətəndaşları bərabər şərtlər əsasında, yəni şərtlər əsasında təhsil alması, bərabərlik. Şəxsiyyətin azad inkişafına, insan hüquqlarına. Humanistlik. Liberallaşma nə idi? Təhsil fəaliyyətinin və inkişafının açıqlığın genişlənməsi. Humanistliyi siz bir cümlə ilə başdan ayağa deyə bilərsinizmi? Bəli, müəllim. Humanistlik milli və ümumbəşər dəyərlərinin, şəxsiyyətin azad inkişafını, sağlam həyat tərzi, sağlam və təhlükəsizliyini, ətraf mühitə olan dözümlülüyünü, tolerantlığı, periyodik kimi qəbul olunması. Deməli, dinləyin.
Baxın, humanistlik nə idi? Baxın, burada milli, bəşər dəyərlərin, ümumiyyətlə, baxın, şəxsiyyətin azad inkişafı, insan hüquqlarının, azadlıqlarının, sağlamlıqlarının və Təhlükəsizlik. təhlükəsizliyin ətraf aləmə qayğı göstərilməsi, bəli, hörmət göstərilməsi, bəli, tolerantlığın, yəni dözümlük kimi qəbul edilir. Yəni baxın, hamı istəyir ki, övladı necə bir insan olsun, humanist olsun, onun şəxsiyyəti azad inkişaf eləsin. Baxın, həmçinin də baxın, ətraf mühitə qarşı hörməti olsun. Yəni ikinci prinsipimiz demokratiklikdir. Aynurə xanım bunu cavablandırsın. Bir cümlə ilə desin demokratiklik prinsipi haqqında. Yox da Aynurə xanım. Yoxsa Xeyr, Gültaç müəllim. xanım. Hə, Gültaç xanım. Aynur xanım dedi, qoşulamayacağam. Gültaç xanım, buyurun. Demokratikliyi siz bir cümlə ilə deyin. Deməli, şəxsiyyətin azad düşüncə ruhunda tərbiyə olunmasıdır. Yəni elə bir cümlə. Deməli, Elə bir cümlə bunu humanistlikdə yadında açar söz saxlamışam. hansıdır? Bəli. Humanistlikdə açar söz hansı idi? Şəxsiyyətin azad inkişafı. Bəli. Azad inkişafı, bəli. Azad Demokratiklikdə düşüncə. azad düşüncə. Azad Bəli. düşüncə. Dinləyin indi biz bunu belə deyə bilərik ki, baxın, demokratiklik prinsipi, baxın burada humanistlik prinsipindən, demokratik prinsipinin fərqi ondan ibarətdir ki, deməli burada humanistlikdə şəxsiyyətin azad inkişafından danışılır. Burada isə şəxsiyyətin azad düşüncə ruhunda tərbiyə edilməsindən danışılırdı. Ondan ibarətdir. Yəni bu nə deməkdir? Yəni baxın, onun azad düşüncədə öz səlahiyyətlərindən azadlıqların genişləndirilməsindən, deməli əsasını təşkil edilməsindən danışılır. Yəni belə deyək də, ona fikirlərinin azadlığından ümumiyyətlə təkcə insanın yox, təhsil müəssisəsinin də azadlığından, müxtariyyətindən, artırılmasından bu nəzərdə tutulur. Yəni başa düşdünüzmü? Yəni təkcə insanların yox, təhsil müəssisəsinin də, yəni müxtariyyət təhsil müəssisələrinə verilən bir azadlıqdır, ondan danışılır. Sonra Aytən xanım, bərabərlikdən deyin siz. Aytən xanım, səsinizi açın bir zəhmət. Səsim gəlir Aytən xanım. Vaxt gedir də, xahiş edirəm səsinizi açın. Bəli, müəllimə, bəli. Deyəsən sizdə biraz çətin olur səs açmaq. Bərabərlik prinsipi haqqında da. Bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil alması. Bəli. Deməli, burada baxın, vətəndaşlara bərabər şəkildə, bərabər şərtlər əsasında təhsil almasına imkan yaradılmasından söhbət gedir burada. Yəni, baxın, burada ayrı seçkilik olmamalıdır. Hər bir vətəndaşın təhsil almaq hüququ var, yəni təhsil hüququ ilə təmin edilməlidir və bu bərabər şəkildə bu mənim qohumumdur, bu mənim tanışımdır, belə olmamalıdır da. Yəni, hər bir insana hüquqlu şəkildə bərabər şərtlərlə təhsil almalıdır. Deməli, mən Mehter keçid dedim. Elşən bəy, siz cavablandırın bu sualı onda. Deyin oxda, milli və dünyəvilik haqqında danışın siz. Millilik və dünyəvilik deyəni nə başa düşürsünüz? Onu nə deyə bilərsiniz o haqda? Müəllimə, mən üzr istəyirəm, bu günləri vaxtım olmayıb deyə hazırlaşmadım. Həyatda bazarı biraz işlərim oldu deyə. Ola bilər, gələn dəfə sual cavabı qoşularsınız. Yəni digər suallar Müəllimə, dərsi atardınız, mən gələn dəfə oxuyub cavab verə bilərəm. Olar elə. Mən sizə atmışdım deyəsən. Yaxşı, yenə də ataram. Onda Yaxşı, müəllimə. səs bağlayın, dinləyin siz. Deməli, Yaxşı, müəllimə. biz dedik ki, millilik və dünyəvilik. Mən Baxın, deyim. bir zəhmət sonra danışarsınız deyən bu haqda danışın. Baxın, millilik və dünyəvilik açar sözləri dialektik vəhdətin təmin edilməsidir. Yəni baxın burada biz təhsil sisteminin, dünyəvi təhsil sisteminin yaradılması, inkişaf etdirilməsi nəzərdə tutulur burada. Yəni baxın, təhsilin dövlətlə, yəni dinlə əlaqəsi ayrıdır. Təhsilin dinlə də əlaqəsi ayrıdır. Din dövlətdən ayrıdır.
Yəni baxın belə deyək də, baxın bizim öz dinimiz var, dünyəvilik var. Amma baxın biz təhsilimizlə dinimizi bir-birinə qarışdırmalı deyilik, qarışdırmırıq. Məsəl üçün biz dünya təhsil sisteminə də inteqrasiya edə bilirik. Dünya təhsil sistemini bizim təhsilimizi inteqrasiya edə bilər. Yəni din dövlətdən ayrı necə deyə bilərik? Məsəl üçün bizim orta məktəblərimizdə, ümumi təhsil müəssisələrimizdə din təbliğ edilmir, edilməməlidir. Ola bilər biz müsəlman bir ölkəsində yaşayırıq, biz müsəlmanıq, bizim dinimiz İslamdır, amma ola bilməz ki, bizim məktəbimizdə dinin təbliğ edilməsinə yol verilmir, din təbliğ edilmir burada. Ona görə də deyilir ki, din dövlətdən ayrıdır. Yəni biz digər dövlətlərin təhsil sisteminə qoşula bilirik, onlar da bizə qoşula bilir. Yəni sonra burada nədən danışır? Keyfiyyətlilikdən. Ay Məryəm xanım, siz deyin görüm keyfiyyətlilik haqqında danışın. Təhsil dövlət standartlara uyğun olmalıdır. Cəmiyyətə, sosial-iqtisadi tələblərə, dövlətin marağına uyğun olmalıdır. Deməli, biz dedik ki, keyfiyyətlilik nə idi? Bəli. Deməli, baxın, burada Təhsil açar keyfiyyətli. sözlər, səsləri bağlayan, açar sözlər mövzu standartlara uyğunluğu, dövlətlərin maraqlarına uyğunluğu nəzərdə tutulur. Yəni, dövlət bizə hansı standartları qoyubsa, həmin standartları, həmin normalara, yəni həmin tələblərə uyğun, yəni təhsilin keyfiyyətliliyin artırılması nəzərdə tutulur. Yəni, baxın, həmən uyğunluğa, yəni həmən uyğunluğun eyni olması nəzərdə tutulan prinsiplərdən biridir. Sonra gəlir bizim səmərəlilik prinsipimiz. Gültaç xanım, bundan siz danışın. Yəni bizdə dərslərə qoşulan xanımlardan, yəni belə deyək də, tam xanımlar deməyək də, qrup üzvlərimizdən deyək, 5 nəfər idi. Gültaç xanım, Aytən xanım, qrup üzvlərim, bu bəyimiz var, bir dənə Elşən bəy, Məryəm xanım, bir də Aynurə xanım idim. Yəni sizin indi 4-cü sual verməyə düşünürdüm. İndi amma digər qrup üzvümüz iştirak edə bilmirəm deyir, 3-cüzə verəcəm sualı. İndi Gültaç xanım, siz cavablandırın. Səmərəlilik. Təhsilin səmərəli şəkildə təşkili nəzərdə tutulur. Yəni müasir metodlarla təhsil təşkil olunmalıdır. Yəni səmərəli şəkildə. Bəli. Deməli bizim belə baxın, səmərəliliyə baxanda burada açar söz, faydalı, son nəticəyə istiqamət verənlidir. Səsləri bağlayın. Baxın, bu nə deməkdir? Baxın, təhsilin, elmi yaradıcılığın belə inkişaf etməsi, həmçinin də baxın, səsləri bağlayın, deyilir ki, baxın, o inkişaf, o faydalı istiqamətlərdə olmalıdır. Yəni, son nəticə faydalı şəkildə müasir metodlarla təşkil edilməsi nəzərdə tutulur. Bu da olur səmərəlilik prinsipi. Sonra gəlir bizdə fasiləsizlik prinsipi, vəhdətlik və daimilik. Aytən xanım, bunu siz cavablandırın, bu haqda danışın. Bir cümlə ilə, 2 cümlə ilə. Yəni bizim təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərimizdən biri fasiləsizlik, vəhdətlik və daimilikdir. Bunu necə başa düşürsünüz? Öz cümlənizə necə deyə bilərsiniz? Onsuz da siz nə səhv, düz desəz də mən yenidən təkrarlayıram. Düz də desəz, səhv də desəz, onu sizin arxanızca mən yenə də özüm səsləndirirəm onu. Buyurun deyin. Müəllim, bu suala mən cavab verə bilməyəcəm. Baxın, yaxşı, bir dənə fasiləsizliyə cavab verin. Siz, yəni dərsin video izahını göndərmişəm, YouTube kaydını göndərmişəm sizə, iştirak edibsiniz. Evet. Baxın, elə sualların adında cavabını tapmaq olur. Siz bir dənə fasiləsiz deyənə nə başa düşürsünüz onu deyin. Fasiləsizlik nə deməkdir? Nə başa düşürsünüz? Təhsildən danışırıq da. Burada təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən danışılırsa, təhsil sahəsində dövlət siyasətinin əsas prinsipində fasiləsizlik deyəndə nə ola bilər? Biz nə başa düşə bilərik burada fasiləsizlik? Nə deməkdir? Heç ağlınıza gəlmirmi? Xahiş edirəm, bir də Aytən xanım cavab versin, heç kəs yox. Yaxşı, Gültaç xanım versin sizin yerinizə cavabı. Deməli, adından da göründüyü kimi fasiləsizlik, daimilik, yəni təhsilimiz fasiləsiz olaraq davam edilir. Məsələn, məktəbə qədər, sonra gəlir ibtidai sinifdə təhsil alınır, sonra ondan sonra deməli 5-9-cu siniflər ümumi orta, sonra tam ümumi orta, sonra ali təhsil alınır. Yəni davam edir. Təhsili biz davam etdiririk. Yəni bizim təhsilimiz fasiləsizdir də, fasiləsiz olaraq davam edir. Bəli. Deməli,
Fasiləsizlik, vəhdətlik, daimilik deyəndə nə başa düşürdük? Baxın burada deməli, baxın burada söhbət nədən gedirdi? Yəni təhsil standartlarının, təhsil proqramlarından, ümumiyyətlə təhsilin bir neçə səviyyələrinin, yəni təhsil alaraq daim təhsil almaq. Yəni orta təhsil, ali təhsil, bakalavr. Burada fasiləsiz sözünə diqqət yetirək. Fasiləsiz deyənə nə başa düşürdük? Məsəl üçün biz təhsilimizə nəzər yetirəndə görürük ki, əlbəttə ki, bu fasiləsizdir. Yəni necə fasiləsizdir? Məsəl üçün biz məktəbə qədər təhsil müəssisəsinə gələn uşaq, yəni bağçanı bitirən uşaq gəlir orta məktəbə. Orta məktəbdə 1-ci sinfi, yəni 4-ə kimi ibtidaini bitirir, ibtidai təhsil alır. Sonra 1-dən 4-ə kimi ibtidai təhsilini alır. Sonra 5-dən 9-a kimi ümumi ortadır, 10-11-də tam ortadır. Baxın, 1-dən 4-ə kimi ibtidai təhsildir, 5-dən 9-a kimi ümumi ortadır, 10-11-də tam ortadır. Baxın, diqqət yetirin burada. Məsəl üçün, uşaq ibtidaini bitirib evdə oturmur ki, 4-ü qutardı, 5-ə keçir. Məsəl üçün, 5-dən 9-a kimi oxuyursa evdə oturmur ki, 10-a keçir, 11-ə keçir. Ola bilir 9 illik icbaridir, 9 ildən çıxmaq istəyir, bu başqa şeydir. Amma bizim təhsilimiz bu mənada fasiləsizdir. Yəni, sonra məktəbi bitirdikdən sonra sənədlərini universitetə verir, universitetə gedir. Baxın, burada nə olur? Yəni, bizim təhsil müəssisələrimizdə 1-dən 11-ə kimi, yəni universitet, institut həyatına kimi uşaqlarda təhsilləri fasiləsizdir. Yəni, fasiləsiz olaraq davam edir. Fasiləsizlik budur. Yəni, biz bağça həyatından universitet həyatına kimi ardıcıl olaraq fasiləsiz şəkildə təhsil alırıq. Bu deməkdir. Yəni, davam edir, fasiləsiz şəkildə davam edir. Təhsilin həyatımız boyu davam etməsi lazım olan prinsiplərdən biri də fasiləsizlikdir. Vəhdətlik prinsipidir. Sonra gəlir varislik. Məryəm xanım, varislik haqqında danışın. Təhsil aldığımız müddətcə öyrəndiyimiz bilik və bacarıqların nəsildən nəslə ötürülməsi. Bəli. Gələcək Bəli, baxın, təhsil sayəsində əldə etdiyimiz biliyin, təcrübənin ardıcıl olaraq növbəti nəslə ötürülməsidir. Bəli. Məsələn, belə deyək ki, baxın, məsəl üçün müəllim aldığı bilikləri, bacarıqları, vərdişləri neynir? Şagirdlərə ötürür və istiqamətləndirir, düzdürmü? Yəni, həmən şagirdlər də baxın, tarix müəllimi, fizika müəllimi, ümumiyyətlə nə olur müəllim peşəsi? Ondan sonra ümumiyyətlə bilik və bacarıqların nəticəsində özünü yenidən püxtələşdirmiş olur. Yəni, gənc nəslə ötürülməsi prosesinə deyilir ki, varislik. Sonra gəlir bizdə liberallaşma. Gültaç xanım, bu liberallaşmadan danışın bir cümlə ilə. Deməli, liberallaşmada burada açar söz kimi açıqlığın genişləndirilməsi, belə qeyd etmişəm. Dünya təhsil sisteminə keçid etməyimizdir. Yəni inteqrasiyada, deyilmi? İnteqrasiyada uyğunlaşdırılmadır, dünya təhsil sisteminə uyğunlaşdırılma, ancaq liberallaşmada keçid etməyimizdir. Bəli, deməli, liberallaşma nədir? Deməli, baxın, təhsil sahəsində, təhsil fəaliyyətində açıqlığın genişləndirilməsidir. Yəni, burada nə deməkdir açıqlığın genişləndirilməsi? Baxın, biz belə deyək də, baxın, kurikulumun sisteminə keçid etməyiniz nə oldu? Fəaliyyətimizdən əvvəl ənənəvi sistemdə idik. Məsəl üçün, fəaliyyətimiz qapalı idi. İndi isə neynədik? Kurikulum sisteminə keçid edərək, bəli, fəaliyyətimizi genişləndirdik. Yəni, dünya, yəni başqa ölkələrin, başqa təhsil sisteminə, dünya təhsil sisteminə keçid etməyimiz olur liberallaşma. Yəni, sonra gəlir inteqrasiya. İnteqrasiya Aytən xanım desin. Deyim müəllimə. Deyil, yaxşı. Milli təhsil sistemini dünya təhsil sisteminə səmərəli şəkildə uyğunlaşması, qovuşması, qoşulması. Bəli. Deməli, milli təhsil sisteminin dünya təhsil sisteminə uyğunlaşdırılması əlaqəsidir, yəni inteqrasiya etməsidir. Yəni, burada inteqrasiya və milli təhsil sistemində dünya təhsil sisteminə səmərəli formada qoşulmasıdır. Yəni, uyğunlaşması, qovuşması sayəsində, yəni inkişaf etdirilməsi nəzərdə tutulur.
Yəni biz əlaqə yaradırıq da bizim təhsil sistemimiz, dünya təhsil sisteminə arasında hansı əlaqəlilik var? Yəni baxın bunlar nəzərdə tutulur. Burada nədən danışdıq? Təhsil qanunu maddə 3-də təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən danışdıq. Burada hansı prinsiplər var idi? Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərində, deməli təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərində 10 prinsipi var idi. Deməli onlara diqqət yetirək, bunları yadda saxlamağa çalışacağıq. Deməli təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən baxanda görürük ki, humanistlikdən sonra gəlir demokratiklikdir, bərabərlikdir, millilik və dünyəvilikdir, Varislik, dəyanətlik, fasiləsizlik, vəhdətlik, daimilik, varislik, birləşmə, inteqrasiya. bəli, bütün inteqrasiyadır. Bunların hər birisi ayrı-ayrılıqda açıqlaması ilə danışdıq. Yəni sizə də əvvəl verilən dərs idi bu. Mənə elə gəlir ki, hər biriniz üçün təkrar idi. Məsəl üçün yeni qoşulan burada üzvlər var, digər qrupdan gələn xanımlar. Bəlkə də sizə ilk dəfə ola bilər deyə bilmərəm. Bəlkə də ikinci, üçüncü dəfə olar, onu deyə bilmərəm. Yəni bəlkə də ilk baxışdan sizə bu çətin gələrsə, mən bunu necə öyrənərəm deyirsinizsə, deməyin, heç bir çətinlik yoxdur. Sadəcə olaraq siz əgər onu istəyin, istədiyiniz bir şey heç vaxt çətin olmayacaqsa, çətin gəlməyəcək, heç bir çətinlik yoxdur. Yəni bizim sizdən əvvəlki olan qrup üzvlərimiz də dərsə qoşularaqdan, dərs izahını dinləyərəkdən, oxuyaraqdan elə öyrəniblər. Yəni belə öyrənməniz çox pis deyil, yaxşıdır. Afərin hər birinizə. Deməli biz sonra keçmişdik 12, 13 eləmi? 12-də Aytən xanım, Azərbaycan Respublikası təhsil haqqında qanunu maddə 12-də nədən danışılır? Bəli, təhsilin formalarından. Aha, Məryəm xanım, maddə 13-də nədən danışılır? Təhsil alma formalarından. Gültaç xanım, təhsil formalarını saya bilərsinizmi? Neçə təhsil forması var idi? 3. Gültaç xanım, kimə sual verilirsə xahiş edirəm. Yəni belə deyəndə xətrinizə dəyməsin, inciməyin. Bilirsiniz necədir? Kimə ki adı çəkilib sual verirsə o versin. Bilmədiyi zaman sizlər əlbəttə ki verə bilərsiniz. Həm də ki hərə bir yandan danışanda çox IQ olur. Gültaş xanım, təhsilin neçə forması var idi və hansılardır? Aytən xanım siz deyin. 3 forması var. Ay, sağ ol, Formal bəli. təhsil, qeyri-formal təhsil, informal təhsil. Ay, sağ ol, bəli. Məryəm xanım, təhsil sənədinin verilməsi ilə, dövlət sənədinin verilməsi ilə başa çatan hansıdır təhsil forması? Dövlət Müəllimə. sənədinin sərbəst. Müəllimin üzrlü sayından çıxmaq məcburiyyətindəyəm. Yəni yəqin başa düşərsiniz. İşinizi Axşam görün. saatidir. Oldu. Bəli, hə, narahat ona işinizi görə. görün. Bir Aha, dənə mən sualıma onsuz cavab keçən dəfə verin sonra. təkrarda Bir dənə cavab sualıma vermişdim verin sizə, sonra. bəli. Yox, buraxmıram. Bəli, Siz bir aha. sualıma cavab verin. Dövlət sənədi verilməsi ilə başa çatan təhsil forması hansıdır? Formal bir də yox, formal. O birisi qeyri-formalla informal dövlət sənədi vermir. İnformal nədir bəs? İnformal ya özünü təhsil yolu ilə biliklərə yiyələnmək. Yaxşı. Aha, oldu. Sağ olun. Qeyri-formalda Keçən kursdur, dərnək, fərdi məşğələ. Mən Yaxşı, çox üzrlü işinizi sayın görün. çıxmaq Gedin məcburiyyətindəyəm. işinizi görün. Oldu. Onsuz təkrar Aha. dərsə işin olmaz. Gedə Aha, bilirsiniz. hə, sağ olun. Deməli, özəl kurslara getməklə hansını deyirdik ki, özəl kurslara gedənə dövlət sənədi verilmir. Qeyri-formal. Aha, bəs özünü təhsil yolu ilə biliklərə yiyələnmək hansı idi? İnformal təhsil. Bəli, dövlət sənədi verilməklə başa çatan təhsil forması hansı idi? Formal. Formal. Bəli. Deməli, təhsilin formaları var idi, bir də təhsil alma formaları var idi da. Biz bunları qarışdırmırdıq. Təhsil alma formaları neçə dənə idi Məryəm xanım? Distant, sərbəst, qiyabi, əyani. Ay, sağ olun. Distant məsafədən təhsil haqqında nə danışa bilərsiniz Aytən xanım? Distant təhsil, yəni kənarda qalan şəxslər asistat almaları üçün müraciət etmək üçündür. Dinlədiyinizi Yox, anlayın da, yox.
Baxın, mən bu sözümdən heç vaxt inciməyin mən dediyimdə. Bir insan mütləq şəkildə oxuduğunu anlamalıdır, dinlədiyini anlamalıdır. Baxın, siz məni dinlədiniz, amma anlamadınız. Düşünün, mən nədən danışdım? Mən distant məsafədən, təhsildən danışdım, amma siz başqa cavab verdiniz, elə deyilmi? Bəli, müəllimə, bəli. Ay sağ ol. İndi biraz düşünək cavab verək də. Distant məsafədən təhsil, amma siz verən cavab uyğun olmadı. Yenidən bunu cavablandırın. Biraz tez olaq, vaxt gedir. Deməli, biz demişdik ki, distant məsafədən təhsil alma Azərbaycan Respublikasına tətbiq edilmir. Əlbəttə ki, biz qanunlar olan bir dövlətdə yaşayırıq, konstitusiyası olan bir dövlətdə yaşayırıq. Bizim qanunlarımıza riayət etməyimiz boynumuzun borcudur, bizim vəzifəmizdir. Biz bunları etməliyik. Bəli, biz qanunlar olan dövlətdə yaşayırıqsa, bu qanun bizə, qanunumuz qanundur. Bu bizə vəzifədir. Biz bunu necə etməyə bilərik ki, əgər bu dövlətin torpağında gəziriksə, bu dövlətin suyunu içiriksə, mən bu dövlətin vətəndaşıyam deyiriksə, əlbəttə ki, dövlətimizin qanunlarına da baş əyməliyik. Biz bunu etməliyik. Yəni, baxın, bu təhsil, Azərbaycan Respublikasının təhsil haqqında qanunundan danışırıq. Təhsilə aid bir qanundur bu. Baxın, burada distant məsafədən təhsil alma formasından danışılır. Amma bu Azərbaycana tətbiq edilmir. Bəli, yoxdur. Azərbaycanda yoxdur. Bu Türkiyədə var, bizdə yoxdur. Amma bizdə yoxdur. Ola bilər ki, nə vaxtsa olacaq deyə bizim təhsilimizə, bizim qanunumuza bu salınıb da. Məsəl üçün bu qanunu bəzən oxuyanlar da deyəndə ki, bu yoxdur, necə? Bizim qanunumuzda bəs niyə var ki da? Niyə yazılıb ora? Yəni nə vaxtsa da ola bilər da. Məsəl üçün deyə bilərsiniz ki, pandemiya dövründə bəs distant təhsil deyildi. Bəs uşaqlar evdə otururdular, təhsil, dərsə qoşulmuşlar. Xeyr, o distant məsafədən təhsil deyil. Distant məsafədən təhsil 1-ci sinifdən 11-ci sinifə kimi evində oturub təhsil alması uşağın, 4 il, 5 il universitet institutu evdə oturub təhsil alması. Bizdə varmı belə məktəb? Hansı kənddə, rayonda varmı? Yoxdur da, yoxdur belə məktəb. Sadəcə olaraq 2020-ci ildə o pandemiya dövründə ehtiyacdan, yəni hər hansı bir, yəni təhsildən kənarda, uzaqda qalmasını uşaqlar bu ehtiyac baxımından bu cür onlayn dərslərə qoşulurlar. Bu onlayn dərslərə qoşulmaq distant məsafədən təhsil demək, təhsil alma forması demək deyil. Yəni budur. Məryəm xanım, sərbəst eksternat təhsil haqqında nə danışıb? Təhsil alma, yəni sərbəst eksternat təhsil alma forması haqqında nə danışa bilərsən? Təhsili tez bitirənlər və təhsildən kənarda qalanlar. Sağ ol. Təhsilini tez bitirənlər deyəndə, yəni sərbəst Çox eksternat savadlı təhsili, olanlar. bəli, vaxtından əvvəl təhsilini bitirənlər. Bəs bu sərbəst eksternat təhsil alma formasında təhsildən kənarda qalanlar deyəndə nə başa düşürsən? Bunlar haqqında danış bir-iki cümlə. Təhsildən kənarda qalanlar isə valideyni başqa ölkədə olub, ona görə uşağı da başqa ölkəyə gedir. Bəli, Buna ən təhsildən çox yayındırıb, bəli. fərdi təhsildə isə təhsildən kənarda Yox, qalanlar axıra buraxdıqdan çatmadınız. sonra Yox, sərbəst eksternat təhsil axıra çatmadınız. Valideyn övladını apardı da Rusiyaya, yaxşı, getdi. Valideyn qayıtdıqdan sonra sonra vətənə qayıtdı. Təhsildən attestat yayındırıbdı uşaq. Uşaq vətənə gəlib, uşağın 20 yaşı var, 19 yaşı var. Uşaq nə edir? Sərbəst eksternat təhsildə nə üçün, nə olur? attestat almaq üçün gedir. Bəli. Aha. Nə edirlər burada? Regional təhsil idarəsinə müraciət edir, sonra qeydiyyatdan keçir, sonra aralıq imtahanı verir, sonra sərbəst ekstern qaydada imtahan verir. Bu sərbəst qaydada imtahan vermək üçün oradan qeydiyyatdan keçənlər məcburdur, mütləq kurslara getməlidirlər, yoxsa Xeyr, müəllim hara getməlidir? özləri sərbəst şəkildə Bəli, hazırlaşa sərbəst bilərlər. şəkildə hazırlaşmalıdır. Özü istəyirsə 9 il, istəyirsə 11 illik. Məsəl üçün bizim rayonumuzda 45 yaşında bir qadın bu il 9 illik attestat alıbdı. Sərbəst ekstern qaydada imtahan verərəkdən. Deməli, bu insan məcburi köçkün olur neçə illər öncə. O vaxtı məcburi köçkün kimi gəlir. Burada təhsilini davam elətdirmir, oxumur, nəsə təhsildən kənarda qalır. Amma indi peşə məktəbinə getməsi üçün o istəyir ki, indi istəyir oxusun və sərbəst ekstern qaydada imtahan verərəkdən 9 illik attestatını aldı və peşə məktəbinə getdi. Yəni biz deyirdik ki, sərbəst ekstern qaydada təhsil alma forması kimlər idi bunlar? Təhsildən kənarda qalanlar idi, həmçində xüsusi istedada malik uşaqlar idi. Burada təhsildən kənarda qalanlar 9 və 11 illik attestat almaq üçün müraciət edirdilər. Xüsusi istedada malik olanlar isə təhsilin vaxtından əvvəl bitirirlər. Bəs Aytən xanım, biz dedik ki, təhsil alma formaları içərisində əyani qiyabı distant məsafədən sərbəst eksternat var idi də. Bəs ehtiyac duyularsa buna əlavə olaraq hansı təhsil alma formaları əlavə oluna bilərdi?
Evdə təhsil, fərdi təhsil, stasionar təhsil. Bəli, Məryəm xanım, evdə təhsil haqqında, evdə təhsilin təşkili haqqında 1-2-3 cümlə ilə danışa bilərsizmi? Əgər məktəbdə evdə təhsil alması üçün xəstə uşaq yoxdursa, Yox, o zaman olmadı. evdə Demişdim, təhsil xəstə deyil. uşaq deməyin, olmaz. Hardasa Məktəbdə müsahibədə olarsa, xəstə uşaq desə sizi irad fiziki tutacaq. məhdudiyyət. Sağlamlıq imkanları məhdud olan uşaq. Məhdud olan uşaqlar. Bəli. Deyini, oldu. İndi cümləni düzəlt. Sağlamlıq imkanları məhdud olan uşaqlar deyilən başda. Sağlamlıq imkanları məhdud uşaq varsa evdə, bu zaman evdə təhsil keçirilir. Bir də dedik ki, əgər məktəbdə elə bir uşaq yoxdursa, bu zaman evdə təhsildə yoxdur. Bəli. Məsəl üçün biz dedik ki, əyani qəbul istinad məsafədən sərbəst ekstern təhsil alma formaları içərisində bunları ayrı deyirik, amma evdə təhsil, fərdi təhsil stasionaru ayrı deyirik. Məsəl üçün ola bilər ki, məktəbdə 300 uşaq var. Bu 300 uşağın içərisindən heç bir uşağın bacı qardaşı yoxdur evdə təhsilə cəlb ediləsi. Məsəl üçün heç bir kəs Rusiyadan, hansısa dövlətdən, hardansa gəlib 8 yaşından fərdi təhsilə müraciət etmir. Məsəl üçün hansısa xəstəxanada stasionar təhsil almaq üçün şagirdlər təhsil alma formasına cəlb edilmir. Deməli, bunlar yoxdursa, yoxdur deməkdir. Amma varsa, biz dedik ki, bizim dövlətimiz, yəni bütün uşaqlar üçün diqqət yetirir, onların təhsil alması üçün hər cür şərait yaradır. Bəli, əgər vardırsa da, bunların hər birisi üçün təhsil alma formaları təşkil edir. Biz dedik ki, evdə təhsil alma təşkili forması var idi ki, tibbi pedaqoji komissiyanın rəyinə əsasən evdə təhsil təşkil edilir. Məsəl üçün, ola bilər ki, hər hansı bir valideyn gedib direktora desə ki, mənim övladım sağlamlıq imkanı məhduddur. Ay direktor, bir müəllim göndərsin, bu uşağı evdə dərs keçsin. Ya valideyn istəyinlə olmur bu, ya direktor öz istəyinlə öz başına ora heç bir müəllimi göndərə bilməz. Yalnız tibbi pedaqoji komissiyanın rəyinə əsasən həmən uşaqda olan xəstəlik aşkarlanır. O komissiya rəy verdikdən sonra həmən uşağın evdə təhsil alması üçün müraciət göndərilir və ona regional təhsil idarələri tərəfindən yəni direktora məlumat verilir və evdə təhsilin təşkili üçün müəllim göndərilir. İbtidai siniflərdə bir müəllim və ibtidai bitirdikdən sonra digər fənn müəllimləri gəlir həmən evdə təhsili təşkil edirlər və müəllim də maaşını dövlət tərəfindən ödənilir. Aytən xanım, fərdi təhsil deyəndə nə başa düşürdünüz? Uzun müddət təhsildən kənar qalan şəxslər, yəni təhsil səviyyəsində gerilənmiş şəxslər. Aha. Bəs başqa bir də nə deyirdik fərdi təhsildə? Təhsildən kənarda qalmış, uzun müddət dediniz. Müddət təhsildən kənarda qalmış şəxslərdir. Sərbəst eksternatda deyə bilərdiniz. Fərdi təhsilə nə axıra çatdırın fərdi təhsili? Fərdi təhsil alma forması deyəni nə başa düşürdünüz? Dedik ki, bir təhsildən kənarda qalanlar, bir də xüsusi istedada malik olanlar. Xüsusi istedad ilə fərqlənənlər. Ay sağ ol. Deməli, fərdi təhsildə xüsusi istedada malik olanlar nə olurdu? Fərdi təhsilə cəlb edilirdi, eləmi? Bəs fərdi təhsil alma formasında təhsildən kənarda qalanlar necə olurdu? Bu nə demək idi? Bu haqda danışın. Necə müəllim başa düşmədim. Məryəm xanım, siz cavablandırın bunu. Təhsildən kənarda qalanlar Fərdi təhsildə necə olurdu? Ha, fərdi təhsildə, sərbəstdəki heç onu bildik. Sərbəst təhsildə attestat almaq üçün müraciət idi. Bu başqa. 9 illik attestat almaq üçün təzədən ekstrasens qaydada imtahan verirdilər. Fərdi təhsildəmi? Bəli, müəllim. Yox, bir də təzəldəndən deyin. Fərdi təhsildə çox savadlılar və kənarda qalmış şəxslər aiddir və fərdi təhsildə kənarda qalmış şəxslər qayıtdıqdan sonra attestat almaq üçün 9 il 8-ci sinifə qədər oxuyurdular. 8-ci sinifdən sonra attestat almaq üçün ekstrasens qaydada imtahana oldu. Birazını da düz dediniz, birazını tam olaraq axıra çatdırmadınız. Deməli, biz dedik ki, sərbəst təhsildə də təhsildən kənarda qalanlar idi, xüsusi istedada malik olanlar idi, eləmi? Fərdi təhsildə də dedik ki, təhsildən kənarda qalanlar idi, xüsusi istedada malik olanlar idi. İndi baxın, sərbəst təhsillə fərdi təhsilin oxşar cəhəti nədir? Sərbəst təhsildə də
təhsildən kənarda qalandı, xüsusi istedada malikdir. Fərdi təhsildən kənarda qalandı, xüsusi istedada malik olan. Bunların hər ikisinin oxşar cəhəti budur. Fərqli cəhəti nə idi? Fərqli cəhəti bu idi ki, sərbəst ekstern qaydada təhsildən kənarda qalanlar 9 illik və 11 illik attestat almaq üçün müraciət edənlər idi. Fərdi təhsildə təhsildən kənarda qalanlar isə kimlər idi? Artıq bunlar məktəb yaşlı şagirdlər idi ki, bunlar məktəbdə təhsil alması üçün məktəbə müraciət edənlər idi. Və biz bilirik ki, bizdə məktəb yaşlı uşaqlar neçə yaşından qəbul edilir? 6 yaşdan, elə deyilmi? 6 yaşından qəbul edilir. Deməli, əgər bu uşağın 6 yaşı olsaydı, 6 yaşdan 1-ci sinifə götürüləcəkdi. Amma baxın, fərdi təhsilə 8 yaşından götürülür. Fərdi təhsil alma formasına kimlər cəlb edilə bilirlər? 8 yaşında olan şəxslər fərdi təhsil alma formasına cəlb edilirlər. Bunlar da 8-ci sinifə kimi oxuyurlar məktəbdə. Fərdi təhsil alma formasına cəlb edilirlər 8-ci sinifdən uzaqda. Oradan o yana oxumağa icazə yoxdur, vermir dövlət. 8-ci sinifdə bunların təhsili dayandırılır. Onlar da sərbəst ekstern qaydada imtahan veriləkdən attestat əldə edirlər. Başa düşdünüzmü? Mən bunu dərsin izahında da demişəm, YouTube izahında göndərmişəm. Sonra sizə əvvəl sual-cavabda demişəm. Yenə burada sizdə bir qarışıqlıq olur. Yenə qarışdırırsınız. Qarışdırmayın. Deməli, sərbəst ekstern qaydada təhsildən kənarda qalanlar attestat almaq üçün müraciət edənlərdir. Fərdi təhsil alma formasında isə orta məktəbi oxumaq üçün müraciət edənlər idi ki, 8 yaşından qəbul edilirlər fərdi təhsil alma formasına və 8-ci sinifə kimi orada təhsil alırlar. Deməli, distant neymiş, dilim dolaşdı. Sərbəst eksternatda da dedik ki, xüsusi istedada malik olanlar təhsilini vaxtından əvvəl bitirirlər, amma fərdi təhsillə xüsusi istedada malik olanlar fərdi təhsilə cəlb edilirlər. Aytən xanım, stasionar təhsil haqqında danışa bilərsinizmi? Məryəm xanım, siz danışın. Vaxt gedir deyə belə gözləmə. Aytən xanım biraz gec açır səsi. Məryəm xanım, stasionar təhsil haqqında danışın. Əgər hər hansı bir şagird 21 gündən çox xəstəxanada qalarsa, xəstəxananın həkim tərəfindən qeyd olunmuş həmin xəstəxanaya yaxın olan məktəbdən müəllim cəlb olunur şagirdə. Həmin xəstə olan şagirdə. Bəli, biz dedik ki, təhsil olma formaları içərisində evdə təhsil, fərdi təhsil və stasionar təhsil var idi. Əgər onlar ehtiyac duyulardısa müraciət olunurdu. Stasionar təhsil alma formasında da necə idi? Əgər hər hansı bir şagird 21 gündən artıq xəstəxanada yatardısa, bunda da tibbi pedaqoji komissiyanın rəyinə əsasən onu təhsilini xəstəxanada alması üçün rəy verilir ki, yəni hələ bu uşaqda hansısa problem var, hansısa xəstəlik var, müalicə olunmayıb. Yəni öz təhsil şöbəsinə məlumat göndərilir və həmin uşağın məktəbindən öz sinif rəhbəri, öz müəllimi proqram təyin edir, dərs cədvəlini təyin edir və xəstəxanaya ən yaxın olan məktəbdən ora müəllim təşkil edilir. Deyə bilərsiniz ki, öz müəllimi gəlib keçsin də, niyə? Başqa nereden gəlir ki? Siz təsəvvürünüzə gətirin, bəlkə uşaq Balakən rayonundandır. Uşaq da Balakən rayonundandır, uşaq da yatır Bakı xəstəxanasında. Balakən rayonundan Bakıya kimi bir günə 8 saat yoldur. Bu müəllim o yola necə getsin, necə qayıtsın? Sonrası ki, bu müəllimin öz ailəsi, öz dərsi var, burada tərk edə bilməz. Ondan sonra deməli bizim bu dövlətimiz düzələn cürəsi nedir də? Ondan sonra xəstəxanaya ən yaxın olan məktəbdən, elə belə də o müəllim o məktəbə gəlirsə, buradan da dərs saat ayırıb o məktəbdən o xəstəxanaya keçid edə biləcək də. Gəlir həmən xəstəxanada o uşaq orada dərs keçir və oradan dövlət əlbəttə ki, onun maaşını qarşılayır da. Deməli biz dedik ki, təhsil alma formalarının içərisində əyani, qiyabi, distant, məsafədən sərbəst eksternat təhsil alma formaları var idi və onlara əlavə olaraq evdə təhsil, fərdi təhsil və stasionar təhsil alma formaları da əlavə edilə bilər. Təhsil müəssisəsi Azərbaycan Respublikası təhsil haqqında qanunun neçənci maddəsində əks olunub? Maddəmiz hansı maddədə idi? Sizə neçənci maddə idi bu vermişdim? Müəllim təzədən deyərdiniz. 12-13-dən sonra biz başqa bir maddə keçmişdik. Hansı idi o? Təhsil müəssisəsi neçənci maddədə əks olunmuşdu? 14-cü maddədə, vaxt itirməyək. Deməli, biz dedik ki, Azərbaycan Respublikasında mülkiyyət növünə görə neçə təhsil müəssisəsi fəaliyyət göstərirdi? Biraz tez olaq. Özdə 3 dənə. Hansılar idi? Dövlət, bələdiyyə, özəl. Bəli, bizim dövlətimiz
təhsil, məsəl üçün, dövlət müəssisələri, dövlətimiz təhsil müəssisələrindən mənfəət əldə etmək məqsədi güdürmü? Pulludurmu bizim məktəblərimiz? Xeyr. Təhsil müəssisələri hansı tipləri və növləri var idi? Tiplərini saya bilərsiniz Məryəm xanım? Təhsil müəssisələri məktəbə qədər, məktəbdən kənar, Məktəbə qədər təhsil müəssisəsi, ümumi təhsil müəssisəsi müəssisələri, məktəbdən kənar kənar olanlar. təhsil müəssisələri, peşə Peşə təhsil təhsil müəssisələri, müəssisəsi, bəli, orta ixtisas təhsil müəssisələri, ali təhsil müəssisələri və əlavə əlavə təhsil. təhsil müəssisələri. Bəli. Ucqar yerlərdə, ucqar kənd yerlərində şagirdlər siniflər necə təşkil edilir orada? Az komplektli. Yəni orada siniflər birləşdirilir. Komplekt şəklində və az komplektli olurlar. Deməli, biz dedik ki, sosial müdafiə xüsusi ehtiyacı olan şəxslər dövlət nə edirdi onlara? Yəni Qayğı, diqqət göstərir. ödənişli təhsil aldıqları təqdirdə təhsil haqqlarını dövlət Özü ödəyirdi. ödəyirdi. Bəli, kimlər idi? Valideynlər itirmiş, valideyn himayəsindən məhrum olmuşlar olanlar, elə deyilmi? Fiziki məhdudiyyətli olanlar. Şəhid ailələrinin üzvləri, bəli. Şəhid uşaqları. Deməli, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri Aytən xanım hara qoşulmalıdır? Məryəm xanım, siz deyin. Mərkəzləşdirilmiş informasiya Bəli. sisteminə. Mərkəzləşdirilmiş informasiya sisteminə. Bəli. Aytən xanım, deməli, orta məktəblər hansı elektron məlumat sisteminə qoşulurdu? Orta məktəblər. Məryəm xanım deyin. Şagird və məzun. Bəli, Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil və peşə təhsili müəssisələri şagird məzun dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. Bəs tələbələr hansı elektron məlumat sisteminə qoşulmalıdır? Tələbə məzun, bəli. Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyinə uyğun olaraq tələbə məzun dövlət elektron məlumat sisteminə bəli qoşulmalıdırlar. Sonuncu dərsimiz hansı idi? Yox, hələ ümumi təhsil müəssisəsi. Hələ 17-miz var, maddə 17 var. İndi yadıma düşdü ki, 17 var. Pillə və səviyyə. Bəli, Aytən xanım, eşidirsiniz məni? Bəli, müəllimə. Deməli, təhsilin neçə pilləsi var idi? 5 pilləsi var. Saya bilərsinizmi? Məktəbə qədər ümumi təhsil, peşə təhsil, orta ixtisas təhsili, ali təhsil. Ay, sağ olun. Bəli. Məryəm xanım, bu 5 pillənin neçəsinin səviyyəsi var, neçəsinin səviyyəsi yoxdur? Ali təhsilin səviyyəsi var, ümumi təhsilin səviyyəsi var, orta təhsilin səviyyəsi yoxdur, bir də məktəbə qədər səviyyəsi yoxdur. Bir dəqiqə mən dediyimə cavab verin. Deyirəm, 5 pillənin neçəsinin səviyyəsi var, neçəsinin yoxdur? İkisinin səviyyəsi yoxdur, üçünün səviyyəsi var. Səviyyəsi olmayanlar hansılardır, onları deyin. Orta ixtisas, bir də təhsili. məktəbə qədər. Ay, sağ ol. Məktəbə qədər orta ixtisas təhsilinin səviyyəsi yoxdur. Bəs səviyyəsi olanlar hansıdır? Ümumi təhsil, ali təhsil, peşə təhsili. Bəli. Deməli, biz dedik ki, bizim 5 pilləmiz var idi. Məktəbə qədər təhsil, ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsili. Deməli, bu 5 pillədən 3-ünün səviyyəsi var, ikisinin səviyyəsi yoxdur. Səviyyəsi olanlar hansılar idi? Ümumi təhsil idi, peşə təhsili, ali təhsil. Bunların səviyyəsi var. Deməli, məktəbə qədərlə orta ixtisas təhsilinin səviyyələri yoxdur. Deməli, Aytən xanım, peşə təhsilinin səviyyələrini saya bilərsinizmi? 3 səviyyəsi var. İlk Bəli. peşə təhsili, texniki peşə təhsili, yüksək texniki peşə təhsili. Bəli. Məryəm xanım, siz ümumi təhsilin səviyyələrini sayın. İbtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil. Bəli. Aytən xanım, bəs ali təhsilin səviyyələri hansılar idi? 3 səviyyəsi var. Bakalavriat, magistratura, doktorantura.
Yaxşı. Məryəm xanım, siz deyin, ümumi orta təhsil səviyyədirmi, pillədirmi? Tez Müəllim, deyin. bir də deyərdiniz. Ümumi orta təhsil səviyyədirmi, pillədirmi? Tez deyin. Aytən, Səviyyədir. ay sağ ol. Aytən xanım, ilk peşə təhsili səviyyədirmi, pillədirmi? Pillə. Aytən xanım, siz səsi açıq Pillə, qoyun, pillə mənim. bağlamayın. Bir dəqiqə. Dinləyin Aytən xanım. İlk Bəli. peşə təhsili səviyyədirmi, pillədirmi? Pillədir müəllim. Siz bayaq onun səviyyələrini içərisində saydınız axı nətər pillə olsun. İlk peşə təhsili deyirəm. Səviyyədir, səviyyə. Bəli, ilk peşə təhsili özü pillə idi. İlk peşə təhsili səviyyədir. Texniki peşə təhsili səviyyədir, yüksək texniki peşə təhsili səviyyədir. Bəli. Məryəm xanım, siz deyin, orta ixtisas təhsili səviyyədirmi, pillədirmi? Tez Müəllim, deyin. deyərdiniz səsdən. Orta ixtisas təhsili səviyyədirmi, pillədirmi? Tez deyin. Səviyyədir. Pillədir. Baxın, mən sizə demişəm, bu pillələri yazın bir dənə dəftərə. Başdan ayağa düzün yazın. Orada məktəbə qədərlə orta ixtisasın altından xətt çəkin, qarşısına da yazın ki, yoxdur, səviyyəsi yoxdur. Beyninizə yazın, gözünüzün qabağına nəsə əzbərləyəsi bir şeyiniz varsa, onu demişəm ki, kuxna meybelinə yazın, yatağınıza asın, nə bilim, nəsə eləyin, əlinizə yazın, harasa yazın, əzbərləyin. Məsələn, elə material var ki, əzbərçiliyə köklən, elə material var ki, belə deyək ki, oxunacaq nəzəriyyədir. Demək, sonuncu dəfədir bunu deyirəm, diqqətli olun. Bizim təhsil pillələrimizdə səviyyələrimiz var idi. Deməli, baxın, ümumi təhsilimiz var. Bizim orta məktəblərimiz nədir? Bu, ümumi təhsil müəssisəsi adlanır da orta məktəblərimiz. Bu, ümumi təhsilimiz pillədir. Bu pillənin də səviyyələri var. Hansılar idi səviyyə? İbtidai təhsil səviyyədir, 1-dən 4-ə kimi. Ümumi orta təhsil səviyyədir, 5-dən 9-a kimi. Tam orta təhsil səviyyədir, 10-11-ci siniflərdə. Həmçinin də peşə təhsili var, peşə təhsil müəssisəsidir. Peşə təhsil müəssisəsinin gedirsən, məsələn, onda səviyyələr var. İlk peşə təhsili, texniki peşə təhsili, yüksək texniki peşə təhsili, ali təhsilimizdə pillədir, onun da səviyyələri var. Bakalavriat, magistratura və doktorantura onun səviyyələridir. Deməli, məktəbə qədər təhsillə orta ixtisas təhsilində səviyyələri yox idi. Biz bundan sonra keçmişdik hara? 19-a çatmışdıq. 19-u da hələ oxuyacaqydınız da, elə deyilmi? O evə verilən tapşırıq idi. 19-u da ümumi təhsildən danışılır, ümumi təhsil müəssisəsindən danışılırdı. Biz dedik ki, ümumi təhsil müəssisəsindəki hansı ki bizim səviyyələrimiz var idi, sadaladığımız səviyyələrimiz var idi. Ümumi təhsildə ibtidai idi, ümumi orta, tam orta var idi ki, bunlar burada hər uşağın öz səviyyələrinə görə burada necə deyim, ümumi təhsil alanlarda elmlərin, ümumi əsasların öyrədilməsi, zəruri bilik, bacarıq və vərdişlərin aşılanması onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Ümumi təhsil. Burada biz dediyimiz o ümumi təhsilin səviyyələrində hər uşağın öz səviyyəsinə görə, öz yaş dövrünə görə burada nə var idi? Məsəl üçün, təhsilin məqsədi var idi. Məsəl üçün, ibtidai təhsilinin məqsədi var idi. Təhsil alanları nələri aşılamaq, nələri öyrətmək. Ümumi orta təhsildə var idi ki, ümumi orta təhsilin məqsədi nə idi təhsil alanlarda? Həmçinin də tam orta təhsilin, yəni ümumi təhsilin, belə deyək ki, həmçinin də tam orta təhsilin məqsədi nə idi də burada? Uşaqlara nə öyrənilməsi, aşılanması, hər kəsin öz yaşına, öz səviyyəsinə görə təşkil edilirdi. Bizim sual cavabımız bu qədər. Sağ olun müəllim. Deməli, belə sual cavabınız pis deyildi, amma görürəm ki, yenə də bəzən oxumalı olduğunuz məqamlar var. Yəni, oxumalısınız, bir yenidən təkrar edəsiniz ya oxuyasınız. Ona görə ki, bəzən nəsə biraz çatışmamazlıqlar var da, yəni. Məsəl üçün, bir şeyi oxuyanda daha diqqətli olun. Nəyisə yadda necə saxlasanız, elə gedəsidir. Yəni, çalışın ki, daha yaxşı yadda saxlayın da. Yəni, öyrəndiyinizi dəqiq öyrənin, dəqiq yadda saxlayın. Mən burada ekran kaydı edirdim. Bayaqdan bir dəqiqə dayanın, görüm hara getdi bu.
Deməli bizdə maddə 19 idi sonuncu